meyxanaçılar bəzi kişi müğənnilərdən daha çox tələbatlıdırlar və daha çox həm toylara, həm konsertlərə, həm tədbirlərə dəvət alırlar. Yəni, estrada müğənnilərindən söhbət gedir. Çünki eyni janra keçirsiniz. Onun mən elə gəlir, cavabına da ehtiyac yoxdur. Necə elm bir məsələ var, kör-kör, gör-gör məsələsi var. Bu günləri elə bir məclis yoxdur ki, istər o, bilmirəm, nə deyirlər, biri deyir, nə bilim, görünəm, səviyyə məclis deyir, biri aşağı məclis. Yox, elə bir şey mən demirəm, o kontingent başqa bir şeydir, amma bəli. Elə bir, yəni varmı xalq artisti mi deyim, Azərbaycanda elə bir məşhur adam varmı, çıxsın desin, mən meyxana deyənlə bir məclisdə olmamışam? Yox. Varmı elə bir adam? Elə bir yoxdur. Tamam, söhbət onda ehtiyac... Yox, mən nəyə deyirəm? Qəbul edirlərmi sizin bu inkişafınızı? Bax, qadınları misal üçün çıxırlar, deyirlər, bayağı ifaçıdır, nə bilmə, meyxanaya bəzən deyirlər, amma o qədər də dərinliyə getmirlər də. Amma səncə qəbullanırlar... Meyxanayla dərinə getmək birincisi olmaz. Niyə olmaz ki? Meyxanaçı toxunulmazdır be ya? O barədə yox, sənət barədə. Belə meyxanaçı var ki, heç nə dərinə üzə bilmir. Yəni, söhbət sırf sənətdən gedirsə, sözlə işləyən adamlarıq. Biz, əsas məsələ mən bir dəfə demişdim, yəni birinci mənə gəlir söz gəlir, ikinci ritm gəlir, üçüncü musiqi gəlir. Əgər söhbət sırf sənətdən getsə, gəlin mehriban olaq, hamımız bir-birinin işini gözəl yoluna verir. Meyxananın inkişafına qalanda bu günləri əvvəlki meyxanalara baxanda indiki meyxana ilə böyük fərqi var. Mən verilişlərin birində demişdim ki, köhnə ustadlar bəlkə indiki cavanlar kimi meyxana deyə bilməzdi. Bu sözüm mənim biraz o, nə bilim, qınaq obyektinə sevilmişdir. Mən o barədə deməmişdim. Yəni, demişdim, indiki meyxana daha surətlidir. Cavan beyinlər daha surətli işləyir. Amma o vaxt ki, təzə meyxanalara baxanda biraz astagəl olur, biraz yavaş-yavaş. Bizim inkişafımız surətimizdədir. Ümumiyyətlə, haradasa surət varsa, orada inkişaf var.